mərhələlərdə müalicə edə bilirsənsə, edirsən. 3-cü, 4-cü mərhələdə artıq o bədənə çox geniş yayılır və çox çətin müalicəyə tabi olur. İlkin mərhələlərdə də diaqnozu qoymaq o qədər də asan deyil, ancaq müxtəlif vasitələr vasitəsilə diaqnostik üsullarla diaqnoz qoyulur. Və əgər vaxtında diaqnoz qoyularsa, antibiotiklə müalicə olunur. Ən duyarlı antibiotik, daha doğrusu ilkin seçim penisilindir. Penisilin antibiotik ilə müalicə olunur. Amma dediyim kimi, ilk başlarda o qədər də tipik simptomlar göstərmədiyi üçün o insanların çoxu latent dönəmə girir. Yəni sifilisin tamamilə bədənə yerləşdiyi dönəmə girir. O dönəmdən sonrası da artıq çox çətin olur həmin insan üçün. Buna görə də cinsi yolla bulaşan digər xəstəliklər kimi bu xəstəlik də tam bir baş bəlasıdır. Vaxtında aşkar olunmazsa İnsanlarda çox pis ağır fəsadlara səbəb olur. Ancaq digər xəstəliklərdə olduğu kimi qoruyucu vasitələrdən də istifadə etmək bu xəstəliyin qarşısının alınmasında böyük rol oynayır.